Salam uşaqlar. Biz yenə M2025 topludan çəki bölməsində 30 və 31-ci suallara baxacağıq. 30-cu sualdan başlayalım. Uşaqlar görürsünüz ki, 2 dənə cisimdir burada. Görürsünüz M2 və M1 var. F küvəsindən yuxarı gedir. Biz bilirik ki, F küvəsindən yuxarı gedirsə, deməli təcillə də, A təcillə də deməli A-sı da bunun yuxarıdır. A təcildən yuxarı gedəndə biz bilirik, çəki düsturunu bilirik. Ümumi çəki düsturunu bilirik. Bizə birinci, burada biz sistemin, bu obşubu sistemin təcilini tapmalıyıq ki, bildiniz. Ondan sonra bu F küvəsini tapaq. Ona görə baxırıq uşaqlar, burada gördüyünüz bu F var, gərilmə F. Bu F gərilmədən, yəni bu cismin, yəni buradakı olan biz təcili tapsaq, obşu, yəni ümumi təcil olur da. Çünki bu buradakı təcillə buradakı təcil eynidir, problem yoxdur. Okay? Onda biz çəkinin belə bir düsturunu bilirik. F gərilmə və yaxud da P çəki, F gərilmə fərq etməz. M, J plus A. Bilirik ki, A təcillə yuxarı gedəndə düsturumuz budur. Onda M2'miz nədir uşaqlar? F'imiz gərilməmiz nədir? 350. Yazırıq 350 bərabərdir. M'imiz 30'dur. Elə deyilmi? J'imiz 10'dur. Plus A'dır. Okay. Buradan yazsaq uşaqlar, həllini yazaq. 300 üstə gələk 30 A'dır. A da bərabərdir. Bir dəfəli yazıram uşaqlar. 50 böl 30, o da 5 böl 3. Okay. Biz tapdıq uşaqlar, təcilimizi nədir? 5 böl 3 metr böl saniyə kvadrat. Okay. Bunu buradan pozaq. Bəs uşaqlar, bizim yenə dediyim kimi, baxsaq, ümumi F nədir? Yəni, bu yuxarı F çəki problem yoxdur. Eyni şeydir, yəni, sıxıntı deyil. Onda uşaqlar, burada gördünüz ki, 2 dənə çəki var. 2 dənə kütlə var. M1, M2. Onda bunların toplamı nədir? 45. Onda bu düsturdan yenə bayaq yazdığımız düsturu P or bərabər F fərq etməz. M, J plus A. Bu M uşaqlar M1 ilə M2-nin cəmidir. Okay? M1 və M2-nin cəmidir. Onda yazıram buradan 45 vuraq 10 plus 3-də 5. Okay? Belə olur. Belə yazaq istəyirsiniz. 450 üstə gələk. Uşaqlar 45 3-ə böləndə 15, 15-də 75. O da nə edir uşaqlar? 525 Newton. Biz ümumi F-i və yaxud da ümumi bu cismin çəkisini tapmış olduq. C bəndi. Uşaqlar ikinci suala baxalım. İkinci sualda bundan eynidir. Biraz orada şey var, amma eynidir demək olar. Baxalım ikinci suala, yəni 31-ə. Uşaqlar, ümumi F-imiz nə verib? 1000 Newton verib, yəni 1K 1000 Newton deməkdir. Okay? Sonra deyir ki, uşaqlar, gərilməmiz tapın. Kütlələrimizi verib, birinə M2-yə 20 verib, M1-ə də 30 verib. Onda uşaqlar, biz ümumi təcil yenə tapaq. Yəni yazıram F bərabərdir P fərq etməz. M, çünki F-lə yuxarı edir. J plus A. Okay? Obşu M-imiz nədir uşaqlar? 20, 30 yazıram. Ümumi bəsiyemiz nədir uşaqlar? 1K, yəni 1K Newton 1000 deməkdir. 1000 Newton bərabərdir. Obşu bizim məsimiz, kütləmiz nədir? 50-dir. 50, 10 plus A yazdıq. Okay? Bununla bunu ixtisar aparsaq uşaqlar nə oldu? Belə olur. 20 bərabərdir 10 plus A, A da bərabərdir 10 metr böl saniyə kvadrat. Okay uşaqlar, tapdıq bunu. İndi biz bura baxsaq uşaqlar, bayaq yazdığımızın elə bir sanki əksini yazırıq. Onda yenə F or, yəni və ya P bərabərdir M, J plus A. Burada uşaqlar M, yəni M2-dir. Okay, buradan bərabər qoyduq. M2-miz nədir uşaqlar? 20-dir. 20 vuraq. Onun üstünə 10 gəlində nə edir uşaqlar? O yazımda 10 üstə gələk 10. O da bərabərdir uşaqlar 400 Newtona. Cavabımızı tapmış olduq. C bəndi.